Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında baş verən avtoqəzalarda 140 nəfər həlak olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-mart aylarında 252 yol nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində 319 nəfər zərər çəkib. Onlardan 140 nəfər həlak olub, 179 nəfər isə yaralanıb. Hadisələrin 42,9%-i gecə, 37,7%-i gündüz, 19,4%-i isə toran vaxtı baş verib. Yol nəqliyyat hadisələrinin 32,9%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib. Yol nəqliyyat hadisələrinin 84,1%-i yaşayış məntəqələrində baş verib. Bütün yol nəqliyyat hadisələrinin 42,1%-i nəqliyyat vasitələrinin və piyadaların, 37,3%-i bir neçə nəqliyyat vasitəsinin, 20,6%-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,7%-ni, yaralananların isə 71,5%-ni kişilər təşkil edib.